Miri Yusifin dəvəti ilə bugün bir yerdənin möhtəşəm setini sınadıq. Bu 3 metrlik setdə yoxdur. Təsəvvür edin ki, 6 nəfərə biz bunu yeyib qutara bilmədik. 20 məzəsi olan bu setdə hər zövqə uyğun bir dad var. Bəziləri ədviyyatlı, bəziləri yüngül, amma hamısı bir-birindən ləzzətlidir. Mənim ən çox xoşuma gələn hissəyə verilmiş balıq oldu. Əlavə olaraq krevetkaları da sınadı. Manqalda bişmiş krevetkanın ətri də, dadı da yerində, sadə amma xoş bir ləzzət verir. Daha sonra isə bizi təəccübləndirəcək ləvəngili krevetka gəldi. Hər ikisi maraqlı idi, amma ləvəngili krevetka mənim üçün biraz daha önə çıxdı. Həm dadı, həm də qeyri-adiliyi. Ənənəvi karpacciodan fərqli olsa da bu versiya məni valeh etdi. Sadəcə super demək azdır, bu karpaccionun tamamilə başqa bir səviyyə. Qeyri-adi dad axtarırsınızsa bunu mütləq sınayın. Axırda masamıza 3 fərqli can əti yeməyə gəldi. Hər birinin əti möhtəşəm bişmişdi. Tarxunlu versiyada mənim üçün tarxun biraz çox hiss olunurdu, amma bu artıq şəxsi zövq məsələsidir. Ən çox isə kərəvəzli can əti xoşuma gəldi. Həm sousu, həm də ədviyyatları çox yerində idi. Sonda isə deyim ki, burası dostlarla oturub dincəlmək üçün əla məkandır. Rahat, səliqəli və dadlı. Bugün bir yerdəydim dostlar. Sağ olun.